Müsalə, anafilaktik şokun yaranma səbəbləri, əlamətləri və həkimə qədərki ilkin tibbi yardım necə aparılır? Anafilaktik şok həşərət sancması, qida və yaxud da dərman təsirindən yarana bilər. İlkin əlamətləri qarında ağrı, ürək bulanma, qusma, gözlərdə qaralma, təngi nəfəslik, sinədə, boğazda sıxılma, təzyiq hissinin olması, qeyri-ixtiyari sidik nəcis ifrazı, arterial təzyiqin enməsi, dəridə səpgilər və ödemlərin olması. Bunlar anafilaktik şokun ilkin əlamətləridir. Əgər təcili tibbi yardım göstərilməsə, xəstədə qıc olma, bayılma, tənəffüs aktının dayanması baş verə bilər və nəticədə ölüm olar. Əgər anafilaktik şok həşərət sancması nəticəsində baş verərsə, həşəratın iynəsi təcili çıxarılmalıdır. Sancma yerini sıxaraq, yaranı sıxaraq zəhəri çıxarmaq lazımdır və sancma yerinə buz və yaxud da soyuq kompres qoyulmalıdır. Yox, əgər şok dərman preparatının yeridilməsi nəticəsində baş verirsə, dərhal preparatın yeridilməsi dayandırılmalıdır. İynə vurulan yerin yuxarı hissəsindən juqut bağlanmalı və iynə vurulan yerə buz qoyulmalıdır. Xəstəni sıxan geyimlərdən azad etmək lazımdır. Başının altına yastıq qoymadan, başını yana qoymaqla ayaqları bir qədər yuxarı vəziyyətdə xəstəni uzandırmaq lazımdır. Yox, əgər xəstədə təngi nəfəsliyi varsa, xəstəni yarı oturaq vəziyyətdə saxlamaq lazımdır. Xəstənin üzərini isti örtmək lazımdır, qan dövranı yaşlaşdırmaq üçün ayaqlarına qrelka qoyulmalıdır, otağın havası təmiz olunmalıdır. Xəstənin huşu özündədirsə, xəstəyə antihistamin preparatı verilməlidir. Vəziyyəti ağırlaşarsa, əzələ daxilinə suprastin, tavagil və ya dimedrol vurulmalıdır. Böyüklərə bir ampula vurulur, 1 ayından 1 yaşına qədər uşaqlara ampulanın 1/4 hissəsi vurulur, 1 yaşından 6 yaşa qədər uşaqlara ampulanın 2/1 hissəsi vurulur, 6 yaşından 14 yaşa qədər uşaqlara isə ampulanın ya 2/1 hissəsi və yaxud da 1 ampula vurulur. Şok zamanı xəstədə tənəffüs aktı dayanarsa, xəstəyə süni tənəffüs vermək lazımdır. Ürək də fəaliyyətini dayandırarsa, təcili qapalı ürək masajı icra edilməlidir.